Bismillahirrahmanirrahim. Elhamdülillah. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. İmam Nəvvi rahimehullahın 40 hədis kitabını davam edirik. Növbəti hədisimiz 19-cu hədisdir. Buyurur ki: "An Ebil Abbas Abdullah bin Abbas radıyallahu anhuma قال: كنت خلف النبي صلى الله عليه وسلم يوما فقال يا غلام إني أعلمك كلمات احفظ الله يحفظك احفظ الله تجده تجاهك إذا سألت فاسأل الله وإذا استعنت فاستعن بالله واعلم أن الأمة لو اجتمعت على أن ينفعوك بشيء لم ينفعوك إلا بشيء قد كتبه الله لك وإن اجتمعوا على أن يضروك بشيء لم يضروك إلا بشيء قد كتبه الله عليك رفعت الأقلام وجفت الصحف رواه الترمذي وقال حديث حسن صحيح." Və həmçinin başqa rəvayətdə isə buyurur ki, Tirmizi rahimehullahın rəvayətində buyurur ki: "İhfazillâhe tecidhu emâmek, ta'arraf ilallâhi firrahâi, ya'rifke fişşidde, ve'alem enne mâ ahta'ake lem yekun liyusîbek, ve mâ asâbeke lem yekun liyuhtiyek, ve'alem ennen nesre ma'as sabr, ve ennel ferece ma'al kerbi, ve enne ma'al usri yusran." Buyurur ki, bu əzəmətli hədisdə Əbul Abbas, Abdullah bin Abbas radiyallahu anhuma rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasındaydım. Yəni burada minikdə nəzərdə tutulur və yaxud da qeyri-minik fərq etməz. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu: "Ey oğul və yaxud da ey gənc, mən sənə bir neçə kəlmə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey istədikdə Allahdan istə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar, Allahın yazdığından artığını xeyri verə bilməzlər. Allahın yazdığından artıq xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vurmaq üçün bir yerə toplansalar, Allahın yazdığından artığını verə bilməzlər. Qələm qaldırılmış, səhifələr qurumuşdur." Digər rəvayətdə isə buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahı qoru ki, onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin günündə yada salsın. Bil ki, səndən yan keçən elə bir bəla yoxdur ki, sənə, yəni yan keçən bəla sənə toxunmamalı idi. Və başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, Allahın yardımı və uğuru, zəfəri səbirlə birlikdədir. Qurtuluş, nicat isə kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə asanlıq vardır. Hədis həqiqətən çox əzəmətli hədisdir, qardaşlar. Ona görə də hədisin şərhində diqqətli olaq. İlk öncə, həmişə yəni bizim mənhəcimiz bu cürdür ki, hədisin ravisindən başlayırıq. Hədisin ravisi Əbul Abbas, Abdullah bin Abbas radiyallahu anhuma bin Abdülmuttalib Əl-Quraşi Əl-Həşimi Əl-Məkki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi oğlu, yəni Abbas radiyallahu anhunun oğludur. İbn Abbas radiyallahu anhuma ümmətin elm dəryası idi, qardaşlar. Və əsrinin fəqihi idi sahabələr arasında. Və təfsir imamı idi. Və Allah Resulü sallallahu aleyhi və səlləmin şəxsən dua etdiyi kimsə idi. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ona dua etmişdi. Buyurur ki, Allahümmə fəqqihhu fid-din. Allahım onu dində fəqihlərdən elə. İbn Abbas radiyallahu anhuma
hicrətdən 3 il əvvəl də olub qardaşlar. Və Allah Resulü sallallahu aleyhi və səlləmdən təxmini 1660 hədis rəvayət edib. Və 72 yaşında hicrətin 68-ci ilində vəfat edib. Və onun dəfnindən maraqlı bir hadisə nəql edirlər. Siyar kitablarında bu mövcuddur. Abdullah bin Abbas elə ki qəbrinə qoymaq üçün hazırlandığında, yəni insanlar onu qəbrə qoymaq üçün hazırladıqlarında bənzəri görülməmiş rəvayət olunur ki, orada iştirak edənlərdən bənzəri görülməmiş, yəni indiyə kimi görmədiyimiz ağ bir quş gəlir. Hətta onunla birlikdə dəfn olunana qədər həmin yəni Abdullah bin Abbasın mübarək cəsədinin yanında ətrafında fırlanır. Və elə ki qəbrə qoyuldu, o zaman deyir, biz deyir bir kimsənin ayələri oxuduğunu eşitdik. Ayələri oxuduğunu eşitdik. Və subhanallah deyir ki, bu ayələrin hardan səsləndiyini və kimin oxuduğunu bilmirdik. Subhanallah. Həmin ayələr də bunlar idi. Fəcr surəsi 27-30-cu ayələr. Allah Teala buyurur ki: "Ya eyyatuhan nefsul mutmainnə." Ey rahatlıq tapan nəfs. İrci'i ilə rabbiki radiyatan mardiyyə. Razı qalaraq və razı olunaraq Rəbbinə qayıt. Fədxuli fi ibadi. Qullarımın sırasına daxil ol. Vədxuli cənnəti. Cənnətimə gir. Subhanallah. Allah ondan razı olsun. İbn Abbas radiyallahu anhümə. İslam dininə çox xidmət etmiş mübarək bir sahabə idi. Və hədisin mənziləsi barəsində qardaşlar, alimlər buyururlar ki, yəni hədis çox önəmli, çox əzəmətli hədislərdəndir qardaşlar. Hədisin mənziləsi barəsində İbn Rəcəb rahimehullah Cəmi'ül Ulum vəl Hikəm əsərində buyurur ki, bu hədis böyük qaydaları və vacib nəsihətləri özündə cəm eləyir. Hətta bəzi alimlər qeyd edirlər ki, fikir verin, bəzi alimlər qeyd edirlər ki, bu hədisi tədəbbür etdim, yəni haqqında fikirləşdim və o qədər heyrətləndim ki, az qalsın ağlım başımdan gedə. Və buyurur ki, sonra təəssüf ki, bu hədisdən, yəni və onun mənasından cahil qalıb çoxları. Ona görə diqqətli olun hədisdə. Baxın, İbn Rəcəb necə qeyd edir hədisin mənziləsi barəsində. Və sonra İbn Həcər Əl-Heytəmi rahimehullah Əl-Fəthül Mubində qeyd edir ki, bu hədis özünün və başqalarının işlərini Allaha həvalə etməyi və Allahın haqları və əmirlərinə təslim olmağı ehtiva edir. Yəni bu şeyləri özündə cəm eləyir. Gəlin görək hədis niyə görə əzəmətlidir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə nələri demək istəyir? Sallallahu aleyhi və səlləm. Buyurur ki, kuntu xalfən nəbi sallallahu aleyhi və səlləm yevmən fəqalə ya qulam inni uallimukə. Peyğəmbər sallallahu aleyhi və səlləmin qulam işlətməsi, yəni gənc və yaxud da oğul, bu elə bir dönəm idi ki, elm əhli buyurur ki, İbn Abbas radiyallahu anhümən o zaman 9 və yaxud da 10 yaşı var idi. Və qulam uşaqlıq dövrüdür qardaşlar. Və bu dövrü elm əhli buyurur ki, süddən kəsilmə ilə buluğ arasındakı bir dövrdür. Yəni uşaq nə vaxt süddən kəsilir? Ən son məqamda vaxtı 2 yaşdan deməli buluğ yaşına qədər olan dövrdür. Allah Resulü sallallahu aleyhi və səlləm alimlər belə bir şeyə diqqət gətirirlər. Deyir ki, Allah Resulü burada
İbn Abbasda maraq oyatmağın 4 üslubundan istifadə edir. Diqqətli olaq, fikir verin. Elə bir üslubdan istifadə edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem burada maraq oyatmağın üslubu var 4 şəkildə. Yəni, ya gulam inni uallimuka. Onlardan birincisi Allah Resulü'nün İbn Abbas'a ya nida ədatı ilə, nida hərfi ilə müraciət etməsi. Və bu da neynir? Həmin insanın diqqətini özünə cəlb eləmək üçün istifadə olunur. Məsələn, çağıram ki, deyirəm ki, ey filan kəs. Hə? Yəni o çağıranın diqqətini cəlb etmək üçün mən onu ey deyə səsləndim. Yəni ona birbaşa ona nida etdim. Bu birincisi. İkincisi inni uallimuka. İnnə birisi ki, hərf tevkid deyirlər. Hə? Və nasb. Yəni mənanı qüvvətləndirən inni. Və burada ikinci maraq oyatma üslubu var. Peyğəmbər sallallahu aleyhi və səlləm qüvvətli şəkildə gətirir. İnni, həqiqətən mən sənə öyrədəcəm. Hə? Üçüncüsü, fikir versək, inni uallimuka kelimatin. Kelimatin sözündəki, yəni mən sənə kəlmələr öyrədəcəm. Elm əhli deyir ki, buradakı kelimatin sözündəki o tənvin var və bu deyir ki, bu tənvin elə belə tənvin deyil. Bu böyüklük və əzəmətlik bildirən tənvindir. Yəni o kəlmələrin nəyi? Böyüklüyünü bildirir. Və dördüncüsü isə kəlimət sözündəki qeyri-müəyyənlik əlifləm artiklı ilə gəlməyib. Yəni qeyri-müəyyənlikdə gəlib. İnni uallimuka kelimat. Və həmçinin azlıqda gəlib. Yəni mən sənə bir neçə kəlmə öyrədəcəm. Və Allah Resulü sallallahu aleyhi və səlləmin birbaşa mövzuya başlamaması, başlıqda mən sənə bir neçə kəlmə öyrədəcəm, kəlmələr öyrədəcəm deməsi, yəni burada nədir? İstək artsın deyə. Yəni o dinləyən adama maraq oyatsın deyə istifadə olunan üslubdur Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən. Yaxşı, görək Peyğəmbər sallallahu aleyhi və səlləm bu diqqəti çəkdikdən sonra nəyi tövsiyə eləyir? Buyurur ki, İhfədilləhə yəhfədkə. Allahı qoru ki, o da səni qorusun. Nə deməkdir Allahı qoru ki, o da səni qorusun? Yəni, mənası budur ki, qardaşlar, Allahı itaətlə qoru ki, o da səni hifz etsin. Allahın hədlərini qoru. Əmr və qadağalarına riayət et. Rasulü təsdiq et. Ona tabe ol. Şəriətdən kənara çıxma. Havana uyma və bidətlərdən uzaq durmaqla Allahı qoru. Və həmçinin qədərə səbr etməklə, günah və xatalardan uzaq durmaqla Allahı qoru ifadəsi bu, yəni bütün bu mənaları əhatə edən yığcan bir sözdür, qardaşlar. İhfədillah, Allahı qoru. Allahın qorumaya ehtiyacı var? Xeyr. Allahı necə qorurlar? Yəni, bimə'nə Allahın hədlərini qoru. Bütün dünya və dini işlərində. Dünyanda və axirətində, axirət işlərində. Allah Taala'nın hədlərini aşma. Və müqabilində nə olur? O da səni qorusun sözü ilə bu əməlin mükafatıdır, qardaşlar. Sən nə qədər Allahın hədlərini qoruyacaqsan, hududlarını qoruyacaqsan, itaat edəcəksən, günahlardan uzaq olacaqsan, Allah və Rasulun etmədiyi şeyləri tərk edəcəksən. Et dediyi şeyləri edəcəksən, Allah Taala nə edəcək? Mükafat olaraq İhfədkə. Allah da səni qoruyacaq. Yəni kim Allahı dini və dünyəvi işlərdə qoruyarsa, Allah da onu dinində qoruyar. Həqiqətən də baxsaq bu nədir? Böyük bir mükafatdır. Və dəlalət edir ki, kim Allahı qoruyarsa, Allah onu şübhələrdən, azğınlıqlardan qoruyar. Ailəsini və övladını onun üçün hifz edər. Bədəni insanın, yəni müminin bədənini qoruyar və dünyadakı səadətini qoruyar. Bu da
Deməli nədir? O da səni qorusun sözündən əldə etdiyimiz ilk mükafatdır qardaşlar. Əldə etdiyimiz ilk mükafatdır. Və Allah Subhanahu və Teala Quran-ı Kərimdə buyurur ki: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhiyyennehu həyatan tayyibə." Kim istəyir kişi olsun, qadın, salih əməl edərsə, mömin olduğu halda fələnuhiyyennehu həyatan tayyibə. Baxın, Allah Teala yəni saadətin əsl mənası yəni gözəl həyatdır. Yəni gözəl həyat nədir? Allah Teala onu xeyir əməllərə müvəffəq eləməsi, qəlbinin mutmain, rahat olmasıdır. Aydındır? Qəlbinin mutmain və rahat olmasıdır ki, bu da Allahın quluna Allahın həddlərini qoruduğu təqdirdə nədir? Verdiyi mükafatdır qardaşlar. Verdiyi mükafatdır. İkinci mükafatı isə nədir? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "İhfazillâhe tecidhu tucahak." Tecidhu tucahak. Yəni Allah'ı qoru ki, Allah da səni nəsin? Onu önündə tapasan. Nə deməkdir önündə tapasan? Allah'ı önündə tapmaq nə deməkdir? Yəni ki, Allah'ı yardımı ilə və səni müvəffəq etməsi ilə önündə tapasan. Allah'ı sənin yardımı ilə və müvəffəqiyyəti ilə önündə tapasan. Və bəzən görürük ki, qardaşlar, yəni təəssüflər olsun ki, bugün baş verən vaqiədən bu cür görsənir ki, insanlar bu cür şeylərlə təsirlənmirlər artıq. Yəni insanlar Allah'ın hədlərini qorumağı başa düşməyiblər. Allah'ın hədlərini qorumaq sadəcə mücərrəd olaraq o günah olan şeylər, bizim o böyük bildiyimiz o böyük günahlardan uzaq durmaq deyil qardaşlar. İnsan mücərrəd olaraq bidət əhlindən, xurafat əhlindən, onları dinləməməkdən, onlardan uzaq durmaqla öz dinini qorumuş olur. Bu da o sinifə daxildir ki, ihfazillâhe yahfazke. Allah'ı qoru ki, Allah da səni qorusun. Baxın, bugün neçə insanlar var ki, sosial şəbəkələrdə tuğyan edirlər. Ateistlər olsun, özünə nə bilim mən həşəratdan, heyvandan əcəlləkumullah, Allah üzünüzdən iraq etsin, yarandıqlarını iddia edənlər var. Anasından, atasından yarandıqlarını iddia edən dinsizlər var. Və bunun müqabilində baxırsan ki, müsəlmanlar dininə o qədər əhəmiyyət vermir ki, Allah'ı qorumaq bax burada ortaya çıxır qardaşım. Baxırsan ki, ancaq müsəlmanları şübhəyə salmaqla məşğuldurlar. Necə ola bilər ki, insan dininə yəni önəm verməsin, o qədər önəmsiz olsun ki, sən dinin, sən açıb onların canlısında iştirak edirsən. Dediklərinə baxırsan, hələ bir onları təsdiq eləyənlər də var. Subhanallah. Və sonra da azğınlığa düşəndə, bidət əhlinə dinləyib bidətə düşəndə, məscidlərdən uzaq düşəndə, filan kəslərin cəmaatlarına qoşulanda, filan kəslərdən olanda, sonra deyirsən ki, filan kəsə nə oldu belə? Nə olmalıydı ki, qardaşım? Nə olmalıydı ki? Allah Teala heç bir quluna zülm eləmir. Hamı öz əməlinin qarşılığını alır. Həm dünyada, həm də ahirətdə. Əl-cəzəu min cinsil əməl. Əgər din sənin üçün önəmli olsaydı, sən dinini o cür yəni insanlara əmanət etməzdin. Bu günlərim insanlar ortaya çıxır. Bidət əhlinə qulaq asır, deyir, qardaşı nə var ki burada? Allah səni zəlalətə salanda onda görəcəksən nə var imiş orada. Ona görə diqqətli olun, barakallahu fikum. Bu yüngül məsələ deyil. Mən onun sadəcə faydalarını götürürəm, pis şeylərinə qulaq asmıram. Belə şey mi olur qardaş? Bir şey ya ağdır ya qara. Allah və Rasulü sənə icazə vermir. Necə özünü öz nəfsinə güvənə bilərsən artıq? Hə? Ona görə diqqətli olun. Allah'ı qorumaq bax bu məsələlərdə ortaya çıxır. Sən Allah'ı qoruyacaqsansa Allah'ın qoruması altında olacaqsan. Sən nə qədər dininə önəm verməyəcəksənsə sən də önəmsiz olacaqsan. Allah üçün və Rasulü üçün önəmsiz olacaqsan. Dininə əhəmiyyət verməsən, gecə gündüz axşama qədər, səhərə qədər Allah'tan sabitlik istəsən də boşdur qardaş. Sən o sabitliyin yollarından tutmayacaqsınsa,
Sən azğınlığın neyəcəksən? Cənginə düşəcəksən. Ona görə də kim dinini qoruyursa Allah onu qoruyur. Kim dinini qorumursa Allahın qoruması onun üzərindən qalxır qardaşlar. Bunu yadınızda saxlayın. Və bu barədə də Allahdan qorxmaq lazımdır. Bütün işlərdə, istər bu günahlar və azğınlıqlar olsun, şübhələr olsun, şəhvətlər olsun, bütün hər şeydə Allahı qoru ki, Allah da səni qorusun. Allah da səni qorusun. Bu iki əməl bir-birindən qarşılıqlıdır qardaşlar. Nə qədər Allahı qoruyacaqsan, hamı istəyir Allahın qorunmasını. Kim istəmir ki? Əgər istəyirsənsə Rəbbini qoru. Yəni Allahın hüdudlarını qoru. Çiynəmə. Yoxsa o qorunma üzərinə qalxacaq. Allaha sığınırıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm davam edir. Buyurur ki, İzə səəltə fəsəlilləh və izə istəəntə fəstəin billəh. Əgər istəsən, Allahdan istə və sığındığın zaman da Allaha sığın. Tövhid nəsiyyət eləyir bizə Rasulullah sallallahu aleyhi və səlləm. Nə deməkdir? Yəni qəlbini bütün işlərdə Allaha bağla. Ancaq Allahdan istə. Çünki qardaşlar, istəmək zilləti, ehtiyaclılığı, möhtaclığı gərəkdirir. Və Allah qulun yalnız kimə möhtac olmasını istəyir? Yalnız özünə, yəni Allah subhanahu və teala xaliqinə, yaradanına möhtac olmağı istəyir. Bu bizim üçün şərəfdir. Və zillətin yalnız qulu Allah qatında ucaltdığını bizə bəyan edir bu hədis. Yəni bir kəsdən yəni Allahdan istəmək nədir? Ümumiyyətlə istəmək zəlilliyi gərəkdirir. Əgər Allahdan istəyəcəksənsə, bu sənin üçün, bu zəlillik sənin üçün şərəfdir, ucalıqdır. Və onun qulundan istəyəcəksənsə, məxluqundan istəyəcəksənsə, bu alçalmadır qardaşlar. Bu alçalmadır. Yəni özün kimi məxluqa yönəlmə. İstəmə. Çünki bu insana əziyyət, möhtaclıq gətirir qardaşlar. Və dediyim kimi insanı alçaldar. Allahdan istəmək isə bu ibadətdir, şərəfdir. İnsan üçün, mömin üçün ucalıqdır qardaşlar. Və bu şeylərin həqiqətən şahidi olmuşuq. Həqiqətən də qul, insan bütün qəlbi ilə Allaha bağlansa, ona möhtaclığını etiraf edib, yerin, göyün, mülkü, əzəmətli ərşin Rəbbinə xas olduğunu bilib, ona təvəkkül edib, ondan istəsə, Allah Taala yer üzərindəki digər məxluqları ona ram edər qardaşlar. Vallahi bu belədir. Dəfələrlə yəni şahidi olmuşuq qissələrdən, insanların başına gələn şeylərdən. İnsan Allahdan istəyir, ən şiddətli məqamında belə Allaha yönəlir. Allah Taala o məxluqları yardım üçün onun ayağına gətirir. Onun ayağına gətirib ona ram eləyir. Və bu da yalnız qəlbini Allaha bağlayan möminlər üçündür qardaşlar. İstədiyin zaman Allahdan istə. Bəzən görürsən ki, yəni xırda bir şey baş verən kimi yönəlir Allahdan qeyrisini nicat axtarır. İstəyir ki, kimsə buna kömək eləsin, kimsə buna yardım etsin. Nə istər maddi cəhətdən olsun, istər mənəvi cəhətdən. Qardaşım, Rəbbin səni yaratdığı halda niyə birinci ondan başqasına yönəlirsən ki? Bu tövhidin gərəkdirdiyi şeydir qardaşlar. Allahdan istə. Allaha yönəl, ona acizliyini bildir, vallahi yardım eləyəcək. Yoxsa insanlardan istəsən, çıxış yolu axtarsan, həmişə bu misalı çəkirik. Deyir ki, məsələn, insanın başına bir şey gələn kimi sırası, yəni o saat nəyi axtarır? Yəni nömrələr axtarır. Baxın, kimə zəng edeyim, kimə deyim, kimə xahiş edeyim, kimə müraciət edeyim görəsən. Şiddətli şəkildə. Amma Allahın yaratdığı o qul, subhanallah, bir dəfə başını qaldırıb demir ki, ya Rabbi mənə kömək ol. Allah unudulur. Ona görə də tövhidin gərəkdirdiyi şeydir ki, qəlbin mütləq şəkildə Allaha bağlanmasıdır qardaşlar. Və yadınızda saxlayın ki, Allah Taala ondan istənildiyi zaman istəyəni sevir. Sən Allahdan istəyirsən, təsəvvür et ki, Allah bunun müqabilində səni sevir. Ya Allah, istəyirsən səni sevir. Amma qullar bu cür deyil qardaşlar.
ən yaxının olsa belə, valideynin olsa belə, ən əzizin olsa belə, övladın olsa belə. Baxın, bir dəfə gedirsən, istəyirsən, verir. Sən gülər üz göstərir. Sən həmin adamdan bir 5 dəfə istə, gör necə üzün turşudacaq. Çünki insanların yaradılışı bu cürdür, xoşlamır. Kimsə ondan nəsə istəsin. Bir dəfə cömərd olacaq, 2 dəfə cömərd, 3 dəfə artıq deyəcək bəsdir də qardaş. Hə? Amma Allah Taala nə qədər istəyirsən Rəbbin səni sevir. Əksi nədir? Ona görə bu cür Rəbbi, bu cür ilahı, Razzaq olanı, Rahman-Rahim olanı, Qafur, Təvvab olanı buraxıb da sən, Vəhhab olanı buraxıb da sən özün kimi aciz bir məxluqa niyə yönəlirsən ki? Və Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün Əl-İman kitabında buyurur ki, məxluqlardan istəməkdə 3 fəsad var. Məxluqlardan istəməkdə 3 fəsad var, qardaşlar. Onlardan birincisi Allahdan qeyrisinə möhtac olmaqdır ki, yəni siz fikir versəz, deməli insan artıq bir dəfə bu şeyə qapı açsa, Allahdan qeyrisinə öz möhtaclığını bildirsə, sanki Allah Taala o insanın üzərindən öz qorumasını və yardımını qaldırır. Və fikir verin, insanda artıq bu hal adət halına alır ki, hər xırda problemdə Allahdan qeyrisinə yönəlir. Və bu vallahi zülmdür, qardaşlar. Qulun özünə elədiyi zülmdür. Rəbbin sənə özünü unutturur. Subhanallah. Və Şeyxülislam deyir ki, bunlardan birincisi Allahdan qeyrisinə möhtac olmaqdır ki, bu da şirkin növlərindəndir. Allahdan qeyrisinə möhtac olmaq şirkin növlərindəndir. İkinci fəsadı istədiyin şəxsi narahat etmək. Bu da insanın digərlərinə olan zülmüdür. Allah bilsin, sən ondan istəyirsən, o insan əziyyət verirsən onu istəməklə. Və sən ona zülm eləmiş olursan. Müminin müminə əziyyət verməsi, başqa bir insanlara əziyyət verməsi icazəli deyil. Və üçüncü fəsadı, Allahdan başqasının önündə zəlillik ki, bu da insanın özünə etdiyi zülmdür. Rəbbin sənin ucalmağını istəyir. Rəbbin istəyir ki, müminin izzəti itməsin. Və bu izzət nə vaxt bərpa olur? Allaha yönəldikcə. Allahdan qeyrisinə yönələndə o izzət itir, qardaşlar. Allah Taala bizdən bunu istəmir. Allah Taala izzətli olmağımızı istəyir. Və bu bizə nəyi xatırladır? Və izə səəltə fəsəlillah və izə istə'antə fəstə'in billah. Nəyi xatırladır bizə? Fatihə surəsindəki o ayəni. İyyəkə na'budu və iyyəkə nəstə'in. İyyəkə na'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik. Və həmçinin fikir verin, həqiqətən Allah Taala bizim üçün öz qullarına necə rəhimlidir ya Allah. Baxın, insan öz mücərrəd həcətini, ehtiyacını Allahdan istəməklə iki şey hasıl olmuş olur. Onlardan birincisi nədir? İnsanın istədiyi şey Allah Taala tərəfindən qarşılanır. İkincisi nədir? İbadət eləyir, subhanallah. Çünki dua etmək ibadətdir, qardaşlar. Allahdan mücərrəd nəsə istəmək ibadətdir. Bəli. Və həqiqətən insan, yəni Allahdan qeyrisinə yönəlmə. Narahat olma, qardaş. Narahat olma. Vallahi qəlbi sadəcə Allaha bağlamaqla əzəməti, bu Allaha bağlamağın əzəməti, ləzzəti var, qardaşlar. İnsan ancaq Allaha bağlayıb qəlbini. Allahdan istəyir, ancaq. Allahdan qeyrisinə yönəlmir. İstəmir. Bax, elə bu, yəni Allah səni elə bir, yəni sənin elə bir Rəbbin var ki, heç nədən narahat olma. Nə ruzinin azlığından, nə başqa sıxıntılardan. Niyə narahat olasan ki? Allah subhanahu wa ta'ala sən bir anlıq təsəvvür et. Sən ana bətnində olduqda belə, ana bətnində olan insan nə cür olur? Aciz, nə işləyib pul qazanmağa, nə də belə şey imkan var mı? Qüdrətin var mı? Xeyr, yoxdur. Lakin Allah Taala səni ana bətnində ruzləndirir. Doğulursan, yenə də sən acizsən.
Allah Taala sənə yenə də ananın vasitəsilə səni ruziləndirir. İnsan belə bir Rəbdən üz döndərərmi? Belə bir Rəbbi qoyub da ondan qeyrisinə aciz olana özü kimi, öz mislində aciz olan yönələrmi qardaş? Yönəlməz. Və sonra buyurur ki Peyğəmbər sallallahu aleyhi və səlləm: "Va'lem ennel ummete lev ictema'at ala en yenfa'uke bi şey'in lem yenfa'uke illa bi şey'in qad ketebehullahu lek." Bil ki, bütün insanlar, yəni ümmət bir araya toplansalar, nə üçün toplansalar? Sənə bir xeyir vermək üçün toplansalar, Allahın sənə yazdığından başqasını verə bilməzlər. Allah sənə nə xeyir yazıbsa odur. Onun artıq verə bilməzlər. Və in ictema'u ala en yedurruke bi şey'in lem yedurruke illa bi şey'in qad ketebehullahu aleyk. Və yaxud da bunun əksi olaraq bütün ümmət toplansa və yaxud da cəm olsalar sənə bir ziyan toxundurmaqdan ötürü. Sənə bir ziyan toxundurmaqdan toplaşsalar, Allahın sənə yazdığından artığını eləyə bilməzlər. Allahın sənə yazdığından artığını eləyə bilməzlər. Fikir verin qardaşlar, bunlar hamısı bir-birinə bağlı olan şeylərdir. İstədiyin zaman Allahdan istə, deməli, sığındığın zaman Allah'a sığın. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bil ki, insanlar toplaşsa sənə fayda verməyə Allahın istədiyindən başqasını verilməzdir. Və yaxud da ziyan vurmağa çalışsalar, Allahın sənə yazdığından artığını eləyə bilməzlər. Və bizə Allahdan istəməyi və ona sığınmağı əmr etdikdən sonra bizə xəbər verir ki, hər şey Allahın əlindədir. Hər şey Rəbbinin əlindədir. Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, Yunus surəsi 107-ci ayədə: "Və iyyemseskallahu bidurrin fela kashife lehu illa hu və yuridke bi xeyrin fela radde li fadlihi." Əgər Allah sənə bir zərər toxundurmaq istəsə və ya toxundursa, ondan başqa heç kəs onu qaldıra bilməz. Əgər bir xeyir diləsə, heç kəs onun lütfünün qarşısını ala bilməz. Nə demək istəyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Yəni insanlar acizdirlər qardaşlar. Ancaq Allaha yönəl. Qəlbin, bədənin, qulağın, gözün, hər bir şeyin rahatlığı və sükunəti Allahdadır. Allaha yönəlməkdədir. Nə xeyir, nə şər, fayda və ya zərər Allahın istəyindən kənar çıxmaz. Heç kim, Allahdan başqa heç kim mutlaq olaraq, həqiqi olaraq fayda və ya zərər sahibi deyil qardaşlar. Və fikir versək, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbinə olan təvəkkülü və ondan başqasının istəmədikcə Allahın zərər verə bilməyəcəyini ifadə edən bir hədisdə buyurur ki, bir gün müşriklərdən biri Allah Resulü sallallahu aleyhi və səlləm ağacın altında istirahət etdiyi halda onu yaxalayır. Fikir verin, nə deyir? Deyir ki, ey Muhammed, indi səni mənim əlimdən kim xilas edəcək? Bax, heç nə yoxdur qardaşlar. Allah Resulü oturubdur, oturan insan nə olur? Yəni, gücsüzdür, elə deyilmi? Çünki onu müdafiə eləyəcək heç bir şey yoxdur. Oturduğu halda və həmçinin silahı yanındadır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm mücarrad bir dənə ifadə işlədir. Soruşanda ki, ey Muhammed, sənin əlimdən kim alacaq indi? Deyir, Allah. Subhanallah. Və həmin insanın qılıncı əlindən düşür. Peyğəmbər sallallahu aleyhi və səlləmi öldürməyə müvəffəq olmur. Bu nə deməkdir? Allaha imanla, təvəkküllə, bağlılıqla, ümidlə, sevgi və qorxu ilə dolmuş qəlb deməkdir bu qardaşlar. Və bizdən də istənilən bax budur. Allah Taala ihfazillahə yahfazka. Allah'a qoru ki Allah da səni qorusun. İbn Rəcəb rahimehullah Cəmi'l Ulum vəl Hikəm əsərində buyurur ki, bil ki bu vəsiyyətin hamısı bu əsasın üzərində qurulmuşdur. Ondan əvvəl və sonra zikir olunanlar, yəni hədisin əvvəlində və ya sonrasında zikr olunanlar hamısı bu cümləyə tabedir. Yəni buna qayıdır.
Hansına qayıdır? Yəni bil ki, ümmət bir yerə toplaşsa ziyan üçün vura bilməzlər Allahın yazdığından başqa və yaxud da xeyir verə bilməzlər Allahın yazdığından başqa. Çünki Allahın onun üçün yazdığı xeyir və şər, fayda və zərər istisna olmaqla ona heç bir şeyin toxunamayacağını bildikdə və bütün məxluqların qədərə zidd olaraq göstərdikləri şeyin qətiyyən faydasız olduğunu dərk etdikdə o zaman bilir ki və yaxud da bilər ki, zərər verən, fayda verən, ona verən və mani olan, yeganə olan Allahdır qardaşlar. Yeganə olan Allahdır. Bəzən insan görürsən ki, vallahi həqiqətən biz nankor qullarıq Allaha qarşı. Bəzən görürsən ki, subhanallah, Allah Teala sənə saysız hesabsız və in ta'uddu ni'metallahi la tuhsuha. Əgər sən Allahın nemətlərini saymaq istəsən, saya bilməzsən, sayıb qutara bilməzsən. Allah Teala sənə o qədər ömrü həyatında nemətlər verir ki, sənin o nəfəsinin alıb verməyin belə sənin üçün nemətdir Allahdan. Baxırsan ki, insana deyirsən, 5 vaxt namaz qılmaq lazımdır qardaş. İşim var, nə bilim, belə, elə 50 dənə şey gətirir. Zikr elə, vaxtım yoxdur. Namazdan sonra zikr eləməkdən durub tez çıxır. Bunlar hamısı Allah Taala'ya olan şükürlərdir qardaşlar. Amma görsən ki, bir nəfər gətirib sənə bir 10 manat, 5 manat pul verəndə az qalır əlindən öpəsən. Özün kimi aciz bir məxluq. Amma Rəbbinə olan bunun nisbətində baxırsan ki, həqiqətən Allah Taala bizləri əffetsin. Biz nə qədər Allah Taala'ya nankoruq. Allah bizlərin günahlarını əffetsin. Allahümme amin. Və sonra buyurur ki, kim bunları bilirsə ki, Allah'tan başqası nə fayda, nə zərər verir, nə də mani olur. Bu, onun Allahı qorxu, ümid, sevgi, istək və yalvarışda tək tutmağa aparır. Yəni, hara aparır? Bunları bilsən ki, Allah'tan başqası qardaşlar nə fayda verir, nə ziyan, nə heç bir şey, Allah'ın istəmədiyi heç bir şey edə bilməz. Bunu bildikdə sən tövhidə nail olursan qardaş. Bu eləcə tövhidin özüdür qardaşlar. Tövhidin özüdür. Bəli. Və fikir versək, Allah Subhanahu wa Taala Allah'tan qeyri ibadət etdikləri, hansı ki o müşriklər ki Allah'tan qeyrisinə ibadət edir. Allah Taala onları məzəmmət eləyəndə nə deyir qardaşlar? Deyir ki, onlar elə bir şeyə ibadət edirlər ki, onlara nə ziyan, nə də fayda verə bilər. Subhanallah. Yəni, insanın Allah'tan qeyrisinə ibadət etməsi sırf bu məsələyə bağlıdır, qardaşlar. Diqqətli olun. Sırf bu məsələyə aiddir. İnsan nə vaxt ki, etiqad edir ki, Allah'tan qeyrisi fayda və ya zərər verə bilər, o zaman özünə məbud tutmuş olur onu. Özünə neyinir? Allah'tan qeyri məbud tutmuş olur. Allah'a sığınırıq. Baxın, qəlbinizi mütləq olaraq Allah'a bağlayın. Allah istəmədikcə heç kim nə fayda, nə ziyan vura bilməz. Hə? Allah'tan qeyrisinə ibadət eləyənlər. Bəzilər deyirlər ki, biz onlara ibadət eləmirik. Məsələn, Hüseyni çağırırlar radiyallahu anhu, şeyxlərini çağırırlar, hansı ki onlar dünyasını dəyişiblər. Ölülərdən istəyirlər. Vallah və billahi və tallahi. Onlar mutlaq şəkildə onlara, yəni ki, fayda və ya zərər verəcəklərini etiqad etməsə onlardan istəməzlər qardaşlar. Və onlar bunu etdikcə ona nə qədər də boyun qaçsalar, onlar ona ibadət edirlər qardaşlar. Onlar ona ibadət edirlər. Nə qədər desələr ki, biz ibadət eləmirik. Məkkə müşriklərindən soruşanda ki, niyə görə ibadət? Onlar deyirlər, biz bunlara ibadət eləmirik. Bunlar Allah katında şəfaətçilərimizdir. Allah Teala onları yalanladı. Nə dedi? Dedi ki, siz Allah'a dinini öyrədirsiniz. Ona görə də fayda və zərər, bütün hər şey Allah'tandır qardaşlar. Qəlbin Allah'tan qeyrisinə fayda və zərər məsələsində yönəldisə, Allah qorusun, bu səni şirkə qədər aparacaq. Bu səni şirkə qədər aparacaq. Sadəcə insanlar nədir? Sənin kimi zəif məxluqlardır. Vəssalam. Sənə Allahın istəyindən xaric nə ziyan vura bilərlər, nə də xeyir. Sənə xeyir vururlarsa Allah'tandır, bil. Sənə xeyir vururlarsa bu Allah'tandır, bil.
Allah sənə yazmışdı ki, gətirdi. Sənə ziyan gəlsə, bu da Allahdandır, bil. Hansısa bir günahının qarşılığı ola bilər. Və yaxud da müsibət ola bilər, imtihan ola bilər, hər nəysə. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Rufi'atil əqləm və cəffətis suhuf. Yəni, qələm qaldırılıb, səhifələr quruyubdur. Yəni, Allah yanında müəyyən edilmiş işlər, o təqdirat ki var, onların yazılması dayandırılıb, qardaşlar. Və o yazılanlar, Allah Teala qədərində yazdığı, lövh-i məhfuzda yazdığı o qədər ki var, mütləq şəkildə yerinə yetəcək. Buna heç bir şək şübhə yoxdur. Müslimin rəvayət etdiyi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, İnnəllâhə kətəbə məqadirəl xalaiqi qablə ən yəxluqəs səməvati vəl ard bi 50.000 sənə. Allah Teala bütün məxluqların qədərini yazıb. Yeri və göyü yaratmamışdan 50.000 il əvvəl. Allah Teala bunların hamısını yazıb və Allah Teala buna qadirdir, qardaşlar. Allah Teala buna qadirdir. Və bu hissədə keçən Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qeyd etdiyi ki, Rufi'atil əqləm, yəni qələmlər qaldırılıb. Qələmlər yox, bu ifadə biz tərcümədə deyirik ki, qələm qaldırılıb. Niyə görə onda yəni qələmlər deyir, cəmdə gəlib bu. Elm əhli buyurur ki, bu qələm sözünün cəmdə işlənməsi əzəmət üçündür, qardaşlar. Baxın, məsələn, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Nəhnu xalaqnakum. Biz sizi yaratdıq. Yəni biz deyəndə kim qəsd? Allah Teala. Sadəcə burada cəmdə işlənməsinin məqsədi nədir? Əzəmətliliyə görədir, qardaşlar. Tamam. Həmçinin buradakı qələm sözünün cəmdə işlənməsi də bu cürdür. Buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, Təarraf ilallahi firraxa, ya'rifkə fi şiddə. Bu qayda və bu zikr etdiyimiz qayda ki, darlıqda Allahı xatırla ki, yaxşı vaxtında, genişlikdə Allahı xatırla ki, Allah Teala səni şiddətdə xatırlasın. Hə? Bu qayda, bu bir qaydadır, qardaşlar. Yadınızda saxlayın. Dinin ən əzəmətli qaydasıdır ki, insanın əməl edəcəyi və ona dəvət edəcəyi bir qaydadır. Mənası nə deməkdir? Allahı sevmək, əmirlərinə itaat etmək, günahlardan çəkinməklə onun rəhmətinə və rızasına yaxınlaşmaq deməkdir. Bu nə vaxt olur? Tələb olunan bolluqda, sağlamlıqda, genişlikdə, bol ruzidə, saadət anında qəsd olunur. Yəni bunu etsən, məsələn, insan heç bir dərdi səri yoxdur, problemi yoxdur, hər şey qaydasındadır, övladları sağlam, işi gücü öz qaydasında. Sən bu anında Allahı xatırlamalısan, onu çoxca yad eləməlisən ki, Allah da səni darlıqdan, bəladan, kədərdən və hər cür sıxıntıdan uzaq eləsin. Elə ki, düşdün Allah Teala'dan yardım gəlsin sənə. Və fikir verin. Allah Subhanahu wa Ta'ala Saffat surəsi 143 və 44-cü ayələrdə nə buyurur? Yunus aleyhisselam barəsində. Buyurur ki, فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ. Əgər deyir o, sıxıntıdan, yəni o anda sıxıntıdan xilas olmaq üçün, yəni Allahı Yunus aleyhisselam darlıq, farahlıq anında, saadət anında Allahı zikr edənlərdən olmasaydı, biz onu balığın qarnında qiyamətə qədər saxlayardıq. Deməli, Yunus aleyhisselam nə edib? O balığın qarnında olmayanda, o yaxşı vaxtlarında, o bolluq vaxtlarında Allah Taala'nı çoxsa zikr edənlərdən idi ki, Allah Taala onu o sıxıntı anında balığın qarnından xilas elədi. Əgər bu cür olmasaydı, Allah Taala buyurur ki, bu cür olmasaydı, o balığın qarnı qiyamətə qədər qalardı. Fikir verin. Və bu onun bu sıxıntıdan xilas olmağı rahatlıq vaxtı zikr edənlərdən olmasıydı. Baxırsan, bəzi insanlar Allahü müstəhan sıxıntıya düşən kimi Allah Allah deyir. Sıxıntıya düşür, biraz xəstəlik olur, övladı xəstələnir, biraz ruzi azalır, məsciddən əl çəkmir. Elə ki, rahatlıq anı oldu, hər şey qaydasında, Allahdan yardım gəldi, ayda bir dəfə məscidə gedir.
Yadınızda saxlayın qardaşlar, açıq sözdür bu. Bu dindarlıq deyil qardaşlar. Bu kişilik deyil. Yəni Allahın dinində olan kişilikdən söhbət gedir. Şəxsi məsələ deyil. Əsl Allah yolunda olan kişilik kişinin həm rahatlıq anında, həm də darlıq anında Allahı zikr etməsidir. Məscidlərini ziyarət etməsidir. Namazdan sonra oturub zikr etməsidir. Bu cür fəzilətli olmasıdır. Aydındır? Və ən şiddətli, yadınızda saxlayın. Allah Resulü sallallahu aleyhi ve sellem burada şiddət anından danışır. Sual verilsə ki, ən şiddətli, yaxşı, şiddət var, müsibət gəlir, bəla gəlir, xəstəlik gəlir və s. Bu şiddətlilərin də şiddətlisi ölüm sərxoşluğudur qardaşlar. Yadınızda saxlayın. İnsanın sabit qalmağa ən çox möhtac olduğu vaxt bu vaxtdır. Allah Teala bizi o vaxtda da sabit etsin. La ilahe illallah Muhammedun Resulullah sözü üzərə. Və baxın, ən şiddətli an ölüm sakaratıdır. Və kim həyatı boyu Allaha itaat edərsə, Allah Subhanahu wa Taala bu şiddətli anda onu, ən şiddətli anda onu sabit edər qardaşlar. Allah Subhanahu wa Taala İbrahim surəsi 27-ci ayədə buyurur ki: "Yusabbitullahu-llezine amenu bil qawli-sabiti fil hayatid-dunya ve fil-ahireh." Allah Taala kimləri sabit saxlayır? İman edənləri. Nə ilə sabit saxlayır? Bil qawli sabit. Yəni sabit bir sözlə. Nə demək bu sabit söz? La ilahe illallahla, tövhidlə sabit saxlayır. Kimlər ki iman edib, onları həm dünyada, həm də axirətdə sabit saxlayır. Nə deməkdir? Sən la ilahe illallah əhli olsan, Allaha itaat edib, əmrlərini yerinə yetirib, qadağanlarını çəkilsən, Allaha ibadət etsən, layiqincə, həyatın boyu, həyatını Allaha sərf etsən, Allah Teala səni həm ölüm anında, həm də qiyamət günü ayaqların sürüşdüyü, qorxudan ana bətnindəki körpələrin saldığı və saçların ağardığı o şiddətli gündə Rəbbin səni sabit saxlayacaq. Bu olmayacaqsa bu məks olacaq. Allah'a sığınırıq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "Va'lem ennema axta'aka lem yekun liyusibak ve ma asabaka lem yekun liyuxtiak." Bil ki, sənə dəyməyən bir şey, yəni sənə toxunmayan bir şey sənə toxunmamalıydı. Nə ki, sənin bəla səndən yan keçib, bu Allahın yazısıydı. Sənə toxunmadsa, deməli Allah onu o cür yazmışdı. Sənin fərasətinə görə yox, gözünə qaşına görə yox, malına, dövlətinə görə yox, oğul övladına görə yox. Allah bunu bu cür yazmışdı deyə səndən yan keçdi. Hə? Və sənə də toxunan elə bir şey yoxdur ki, səndən yan keçə bilməzdi. Sənə toxunubsa bu da Allahdandır. Sənin zəifliyinə görə, gücsüzlüyünə görə, pulsuzluğuna görə, imkansızlığına görə yox. Bunu Allah belə istəmişdi deyə. Yəni Allah təqdir etdiyi yazı, o yazdığı mütləq baş verəcək. Çünki bütün işlər Allahın əlindədir qardaşlar. Və sənə düşən nədir? Allahın təqdirinə razı olmaq. Çünki onun hər işində hikmət var. Allah Subhanahu wa Taala Hədid surəsi 22-ci ayədə buyurur ki: "Mə asabə min musibətin fil ardı və la fi enfusikum illə fi kitabin min qabli en nebra'aha." Allah Teala buyurur ki, yer üzündə baş verən və sizin özünüzün başınıza gələn müsibət elə bir müsibət yoxdur ki, biz onu yazmamışdan əvvəl, yaratmamışdan əvvəl o lövh-i məhfuzda yazılmamış olsun. Yəni hər şey yazılıb qardaşlar. Buna görə də kimə yönəlmək lazımdır? Hər şey yazılıbsa, hər şey Allah'tandırsa, hər şeyin sahibi Rəbbimizdirsə, bununla kimə yönəlmək lazımdır? Aciz bir məxluqa, xəbəri olmayan bir məxluqa, yoxsa o şeyləri yaradan Allah Subhanahu wa Taala'ya? Əlbəttə ki, Rəbbimizə. Əlbəttə Rəbbimizə. Və bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bizi səbr etməyə yönəldik qardaşlar. Ola bilsin ki, Allahın o acı qədəri sənə rast gələ bilər. Və bu məqamda nə eləməsən? وَعَلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ وَأَنَّ الْفَرَجَ مَعَ الْكَرْبِ وَأَنَّ مَعَ الْعُسْرِ يُسْرًا. Ərəblərdə belə bir söz var. Deyir ki, mən sabara zafara.
Səbr edən zəfər qazanır. Və yaxud da buyururlar ki, "Əş-şücaətu sabrun səatun." İgidlik bir anlıq səbirdədir. İgidlik bir anlıq səbirdir. Oldu, səbr edin və bitdi. Sonradan səbr olunan o səbirdən deyil. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki bizə, Allahdan istə, yönəldiyin zaman Allaha yönəl. Allahdan başqa heç kim sənə nə zərər vura bilməz, nə də fayda verə bilməz. Və bundan sonra başına gələn şeylərdə səbirli ol. Əgər Allahın sənə bir müsibət yazdığını, yəni yazıbsa, o səndən yan keçməyibsə, mütləq şəkildə bil ki, zəfər ancaq səbirləndir. Zəfər ancaq səbirləndir. Kim səbr ilə kömək istəsə, Allahdan kömək istəsə, yardım diləsə, itaətdə səbr etsə, günahlara qarşı səbr etsə, Allahın acı qədərinə səbr etsə, həmçinin ona pislik edən başqa məxluqlara qarşı səbr etsə, onun səbri Allahdan gələn köməyin və zəfərinin yolu olar. Nicat tapmaq istəyirsən, başına nə gəlsə gəlsin, Allah üçün səbr elə. Səbr elə bir şeydir ki, acıdır, amma meyvəsi şirindir, qardaşlar. Bu meyvəsi insan sonradan görür. Və uğur əldə etmək, zəfər sevilən bir şeydir. Hamı xoşdur, eləmi? Müvəffəq olmaq, xeyirlərin əldə edilməsi, hamı sevir bu şeyi. Lakin onun yolu nədən keçir? Səbirdən keçir. Və məşəqqətini dözmək çətindir, qardaşlar. Və biz bilirik ki, Allah subhanahu wa ta'ala Quranda neçə yerdə İnnəllaha mə'as-sabirin deyir. Yəni Allah səbr edənlərlə birlikdədir. Köməyi ilə. Bəli. Və Allah subhanahu wa ta'ala başqa ayədə buyurur ki, Bəqara surəsi 45-ci ayədə وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ. Allahdan səbirlə və namaz qılmaqla yardım istə. Həqiqətən bu şey Allahdan qorxanlardan başqasına ağır gəlir. Allahdan qorxanlardan başqasından ağır gəlir. Və fikir verin, burada bir faydanı qeyd edeyim. Bəzən insan ola bilsin ki, səbr etmək istəyir. Bir ağır bir müsibətdir, Allahdan yardım istəyir. Allah Teala ayədə nə buyurdu? Fikir verdinizmi? Allah Teala buyurur ki, "Vəstə'in", kömək istəyin, eləmi? Bəzən insan səbr etməklə bunu eləyir. Amma yaddan çıxan bir məqam da var. Bis-sabri vəs-salah, namaz qılmaqla. Əgər sıxıntın varsa, Allahdan kömək istəyirsənsə, kamil şəkildə yerinə yetirməkdə nə etməlisən? O şeyin cavabına qarşı səbir, yəni Allaha dua edib istəyirsən, kömək istəyirsən, buna qarşı səbirli olmalısan. Ancaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Sallallahu aleyhi və səlləm buyurur ki, qul nə qədər ki duam qəbul olunmadı deyənə qədər duası qəbuldur. Və namaz qılmaqla, ibadət etməklə 2 rükət mücərrəd namaz qıl və Allahdan yardım dile və səbirli ol. Budur ayənin bizdən gərəkdirdiyi, istədiyi şey. Və çıxış yolu da Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Və ennel fəracə ma'al kərb." Çıxış yolu da kədərdən sonra gəlir. Və sonra buyurur ki, "Və enne ma'al usri yusra." Və hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Səbr elə. Və Allahdan gələn hər bir şey gözəldir, qardaşlar. İbn Qayyim rahimehullah buyurur ki, ibrət qonaqda deyil, Allahdan gələndə deyil. Ola bilsin xoş ola bilər, ola bilsin olmaya bilər. Hə? Yaxşı şeylər də ola bilər, olmaya bilər. Allahdan gələn hər bir şey, yəni İbn Qayyim rahimehullah buyurur ki, ibrət qonaqda deyil. İbrət onu necə qarşılamağındadır. Gözəl şəkildə qarşıla, səbirlə və Allahdan yardım diləyərək. Allah subhanahu wa ta'ala buyurur ki, فَاِنَّ مَعَنَ عُسْرِ يُسْرًا. Mütləq çətinliyin ardından asanlıq gəlir. Və Talaq surəsi 7-ci ayədə buyurur ki, سَيَجْعَلُ اللّٰهُ بَعْدَ عُسْرٍ يُسْرًا. Allah Teala çətinlikdən sonra mütləq asanlıq yaratmışdır və yaxud da qoymuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə olan tövsiyəsi budur, qardaşlar. Tövhidi gerçəkləşdir. Allahdan başqa heç kimdən heç nə istəmə. Ancaq Allaha yönəl. Qəlbin Allahla rahatlıq tapsın. Sığındığın zaman ancaq Allaha sığın. Və bil ki, heç kim sənə Allah istəmədikcə nə fayda verə bilməz, nə də zərər. Allahın yaratdığından, Allahın istədiyindən, məşiyyətindən qırağa
zərrə qədər olsa belə çıxa bilməz qardaşlar. Və sənə əgər xeyir gəlsə bunun üçün Allah həmd elə. Ziyan gəlsə bil ki o ziyanın ardından edəcəyin ilk şey nədir? Səbr etməkdir. Və mütləq kədərin ardından bir rahatlıq gəlir. Və hər bir çətinlikdən sonra asanlıq gəlir. Allah Teala bu sözləri eşidib tabi olmağı bizim üçün nəsib eləsin. Sadəcə eşidənlərdən yox, eşitdiyinə əməl edənlərdən bizim üçün bunları asanlaşdırsın. Velhamdülillahi Rabbil alemin.